Bu salavatları belə deməyizdən bilinir ki, Rəcəb ayında oruç tutanlar çoxdur. Ramazan ayı gəlməmiş, Rəcəb ayı öz orucunun bəhrəsini verir. Muhammed və ali Muhammedə bir Muhammedi salavat şəkillər. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tapmalarına salavat edək. Allahümmə salli alə Muhammed. Din uğrunda, vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhlarını salavatla yad edək. Allahümmə salli alə Muhammed. Ümumən, məscidlərin bilxüsus ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan məscidimizin ilk günündən bu gününə qədər yerin alınmasında, fikrin irəli sürülməsində, bu gözəlliyin ərsiyə gəlməsində maddi, mənəvi, fiziki hər kimin nə dəstəyi olub, əməyi keçibsə və bu gün də hal-hazırda o xeyriyyə aksiyamız davam etməkdədir. Dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə salavat edək. Zəmanə imamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat edək. Allahümmə salli alə Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri və əhlul uqdatan min lisani yefqahu qavli. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, məscidimizin sakinlərinə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, bu mübarək Rəcəb ayında tutulan orucları ali dərəcədə qəbul eləsin inşallah. Allah bizi bu Rəcəb ayının həqiqi savab və fəzilətlərindən faydalanan kəslərdən qərar versin inşallah. Doğrudan da bu ay Allahın ayıdır, bu ay rəhmətlə, bərəkətlə dolu olan bir aydır. Bir sözlə bugün həmi cümə günüdür, cümə seyyidül əyyamdır, həftə günləri içərisində ən mübarək, ən bərəkətli, ən dəyərli duaların qəbul olan günüdür və xüsusilə Rəcəb ayının da ilk cüməsi və milad təqvimi ilə də ilimizin son cüməsidir. Allah son cümə qərar verməsin. Yəni milad təqvimi ilə bu ilin sonuncu cüməsi, növbəti cümə əgər Allah ömürdən vəfa qılsa, yaşasaq, təqvimlə təzə ilin yeni cüməsinə düşəcək. Vaxt doğrudan da sürətlə gedir. Bir zaman ilin ilk cüməsi dediyimiz cümələrdən birinə ilin son cüməsi deyərək ömürdən də bir il keçir. Bəzilərimiz bunun fərqinə varırıq, bəzilərimiz fərqinə varmırıq. Odur ki, bu cümə Rəcəb ayının ilk cüməsidir. 3 ayın ilki olan Rəcəb ayının ilk cüməsində bugünkü xutbəmizin mövzumuzun adı qəlbin oyanışı. Qəlbin oyanışı ilə bağlı danışacaq. Həm də olsun o Allaha ki, zamanı yaratdı və zamanı yaratmaqla zamana bərəkət verdi. Bərəkət
görkəmcə az, mahiyyətcə çox olan bir şeyə deyərlər. Bəzi anları digərlərindən daha fəzilətli yaratdı. Necə ki, bəzi yerləri bəzi yerlərdən üstün yaratmış. Həmd olsun o aləmlərin Rəbbinə ki, insanı sadəcə bədən olaraq yox, ona qəlb verərək, ona əql verərək, yaradılışın ən əfzəli, kainatın ən əşrəfi olaraq yaratdı. Allah insana qəlbi ona görə verdi ki, o qəlblə Allahı tanısın, Allahın qayda qanunlarına tabi olsun və ona müti bir bəndə olsun. Allahın salavat salamı olsun, aləmlərə rəhmət olaraq göndərdiyi sonuncu Peyğəmbərə və onun pak əhl-i beytinə. Allahdan diləyək, Allah bizi Quran və əhl-i beytdən nə dünyada, nə də axirətdə ayrı salmasın. Əziz möhtərəm məscidimizin əhli, səsimizi eşidən mömin və möminələr, bugün sözün həqiqi mənasında adi bir cümə deyil. Düzdür, bizə sıradan bir cümə kimi görünə bilər. Amma əslində bugün vaxtın içində bir çağırış var, bir səda var. Bugün sanki zaman insanın qarşısında dayanıb soruşur. Bəzən görürsən bir müəllim şagirdindən, bir ata övlad məsələsində ata öz övladından, bəzən görürsən ki, bir müdir öz işçisindən müəyyən hesab-kitab aparır, soru-sual edir. Sanki zaman bugün qarşımızda belə bir fikir obrazlaşdıraq ki, axı bu bizim ömrümüzdən, vaxtımızdan, insanın ən böyük sərmayəsi onun vaxtıdır, onun zamanıdır. Bu gənclikdir. Bu necə neymət əldən getdiyini, bu saçı saqqalı ağaran müdrik ağsaqqallar bizdən daha yaxşı bilər. Mən orta yaş sinifinə aid olub, cavanlığı tam əlimdən verməsəm də, amma nə qədər cavanlıq barəsində danışsam da, burada eləşən atamdan yaşlı olan bu kişilər təki, bu ağsaqqallar təki mən cavanlığı vəsf edə bilmərəm. Çünki artıq onlar cavanlıq deyə necə bir vaxtı əlindən keçirdiyini, hətta aramızda elm əhli olan qardaşlarım, alim Rəbbani dostlarım, yoldaşlarım var. Tədris kitablarında var. Əmsilə, şərh əmsilə ibtidai dərslikdir. Orada bir ərəb məsəli, bir yaşlının dilindən فَيَا لَيْتَ الشَّبَابِ يَعُودْ فَأُخْبِرَهُ بِمَازَا فَعَلَ الْمَشِيبِ deyərək orada bir bəhs var. Qrammatik təhlildə bunu gətiriblər. Deyir, yaşlı insan bir gün öz-özünə baxır, axı cavanlığında vuran olmusan, atan olmusan, nə bilim, təkəlli, güc, zor göstərən belə olur da, adam biraz cavanlığın öz abu havası var. İndi baxır bir işə güc eləmək istəyir, götürə bilmir. Güc vurur, gücü çatmır, yetmir. Öz-özünə deyir ki, ey kaş, cavanlığım qaydıydı, qocalığım mənə nə etdiyindən mən ona söz açaydım, ona danışaydım. Bəzən əlimizdən gedəndən sonra onun qədrini bilməyə başlayırıq. Görürsən, yaşlı insan cavanı görəndə, biraz hava soyuq olanda, deyir, bala soyuqdur, papaq taxkinə. Biraz görsən, beli biraz açıq olanda, nazik tünük paltar geyinəndə, deyir, bala, oğlum, istənilən bir sözlə. Deyir ki, nəticə etibarı ilə sən hələ cavansan, bizim yaşımıza gələndə bilərsən. Halbuki o yaşlının özünə də bəlkə o yaşlı olanda elə deyiblər, ha? Özü bəlkə bu cavan tək heç əməl eləməyib. Amma həyat bu cürdür. Ona görə sözüm budur ki,
Bugün əslində elə formalaşdıraq, belə bir fikir obrazlaşdıraq ki, zaman sanki insanın qarşısına keçib, axı bu vaxt sürətlə gedir. Saçın saqqalın ağarır, biraz yaşlanırsan, artıq yeriyəndə təngi nəfəs olursan, böyüklərimdən üzr istəyirəm, görsən biraz əsadan istifadə eləyirsən, ayaq üstə durub namaz qıla bilmirsən, oturursan, 3 gün gələndə bir gün məscidə gələ bilmirsən, hava soyuq olanda çox çölə çıxa bilmirsən, elə bir isti yer axtarırsan, özü ora verəsən. İndi hər yaşın öz gözəlliyi, öz xüsusiyyəti var. Bunları bilirsinizmi niyə deyirəm? Bəzən insan keçən bu zamanın fərqinə varmır. Elə təsəvvür eləyək bu qəlbin oyanışı mövzusunda biraz real, daha səmimi danışaq. O pafoslu çıxışları qıraq qoyaq. Nə bilim, o bədii danışığı, o üslubu özümüzdən danışaq. Yəni, özümüzdən gedir axı bu. Bu sərmayəni biz əlimizdə elə bil ki, buz təki əlimizdə əriyir, amma bir çarə də tapa bilmirik, amma gedir. Bugün sanki zaman bizim qarşımızda dayanıb bizə bu sualları verir. Və hər birimiz də bunun cavabını tapmağa çalışaq. Sual verir, ay insan, ey insan, hara gedirsən? Məsələn, evdən çıxanda hərənin bir məqsədi var da. Bugün sən biri, məsələn də qardaşlar var, müəllim olanlar var, digər sahədə çalışanlar var. Bəzi dostlar, qardaşlar deyir, həftənin 6 gününü işləyirik, özəl işli bir gününü deyir, elə gedək Allah evində Allah kəlamına, İmam Peyğəmbər məsum kəlamına qulaq asaq. Bir sözlə hərəmiz bugün bura gəlməyimiz üçün evdən çıxanda biri soruşsaydı hara gedirsən, hamımız deyərdi ki, əgər məqsədin məsciddirsə, deyərdim məscidə. Amma hara gedəcəyini bilməyən insan konkret bir cavab deyə bilməz. Çünki məqsədi bəlli deyil. Sanki zaman bizə belə bir sual verir. Ey insan, hara gedirsən? Hər gün hərəkətdəsən də, harasa gedirsən. İşə gedirsən, dükana gedirsən, bazara gedirsən, harasa gedirsən. İkinci, ey insan, niyə bu qədər yorğunsan? Axı, baxırsan, əksər insanlar yorğundur. Əksər insanlar narahatdır. Nəyinsə nigarançılığın çəkir. Və üçüncü sual sanki bizə bu cür səslənir ki, ey insan, sənin qəlbin hardadır? Fikrin hardadır? Bəzən görürsən insan danışır, danışa-danışa fikir başqa bir yerdədir. Bəzən dua eləmək əvəzinə görürsən bəddua eləyirsən, amma fikrində, niyyətində dua eləməkdir, ha? Amma bəzən o ağzından çıxanda, qulağını eşidəndə ayılırsan ki, sən nə dedin? Halbuki onu demək istəmirdin. Başqa söz demək istəyir. İnsan o qədər yüklənib, o qədər gərgin, yorğun zaman dövrünü ötür ki, sanki zaman insanın qarşısına çıxıb bu sualları verir ki, axı, hara belə gedirsən? Niyə bu qədər yorğunsan? Sənin qəlbin, fikrin hardadır? Elə bil, bu suallar insanı ayıltmaq üçündür. Bəzən insan nə etdiyini bilmir. Bilmirəm, bu halla rastlaşmısınız, bəlkə elə öz başımıza da gəlib. Görsən, adam danışır, amma sanki nəsə demir, elə öz-özünə danışır. Allah heç kimə qəm, qüssə, dərd, bəla yaşatmasın. Bəzən olur, Allah heç birimizə də dərdi, qəmi unutmaq üçün yatıb yatdığımız vaxtda o dərd, qəm yadımızdan çıxsın deyə elə bir yuxu da nəsib eləməsin. Bəzən görürsən, həyatda doğrudan da insan elə sıxıntılarla qarşılaşır, hər nə edirsən o sıxıntının fikri insandan ayrılmır. Elə məqam tapırsan ki,
bir yuxuya, bəzən dərddən, qəmdən heç yuxuya da getmək olmur. Amma arzu edirsən ki, kaş yuxu tutaydı, o yatdığın vaxtda heç olmasa o yadımdan çıxıydı. Allah bu anlara bizi düşürməsin, bu durumlara, bu sıxıntılara bizi salmasın. Xüsusilə o şərəf və ləyaqət daşıyıcısı olan ailə başçılarını Allah heç zaman ailəsi, balaları yanında xəcalətli, şərməndə eləməsin inşallah. Bəzən görürsən, adam danışır, amma sanki nəsə demir. Baxır, amma görmür. Məsələn, o bəzi hadisələr olur. Bu yaxınlarda bir sürücünün yanındaydı, maşın idarə eləyirdi. Bir nəfər qarşısından keçir, məsafə yaxınlaşıb, bir xəbərdarlıq elə baxır, yola baxır. Adam yəni sağa sola baxmır, telefonla da danışmır, elə qarşısına baxır. Sanki buna işarət etdim, indi sürücü olanda adam və yaxud da diqqəti olanda fikir, görsən adam fikir. Bu sanki ayıldı. Dedim, bəs qabaqdakının surəti azaltdı. Dedim, deyir yola baxıram, amma mən onu görmürdüm. Yəni, həqiqətdə bəzən görürsən, insan baxır, amma görmür. Hadisə baş verir. Adamdan soruşursan, adam qəsdən etdiyini də demir. Deyir, amma görmədim, bilmədim. O səbəbdən bəzən görürsən, bəziləri baxır, amma görmür. Bəzən də belə olur ki, insan yaşayır, diridir, sağdır, amma sanki oyaq deyil. Əmir əl-Müminin Əli əleyhissalamın burada bir möhtəşəm ifadəsi var. Bu kəlamlar həqiqətdə qəlbin oyanışı mövzusu ilə uyğunluğu, sinxiyyəti var deyə mən bunları söyləyirəm. Başlıca istəyirəm elə öz qəlbim oyansın. Bu tövsiyələri başlıca özümə, sonra siz böyüklərimə, əzizlərimə, bizi eşidənlərlə bölüşürəm ki, bəzən doğrudan da həyatda belə insanlar var. Əmir-ül-Müminin Əli əleyhissalam buyurur ki, nə çox ölmüşkən diri olan, nə çox dirikən ölü olan insanlar var. Bəzən görürsən, bir insandır, elə bir yaxşı adət qoyub gedib, elə bir yaxşı sünnə qoyub gedib, o dünyasını dəyişsə də, amma ondan sonra o yaxşılığı hələ də davam edir. Məsələn, yol çəkdirib, quyu qazdırıb, ağac əkdirib, xəstəxana tikdirib, məscid tikdirib, digər ictimai xidmətləri olub, hələ də Allah rəhmət eləsin, Allah ruhun şad eləsin deyirlər. Amma bəzi insanlar da var, sağ ikən ölüdülər. Onlar ziyan, şər, böhtan, qeybət, yalan, pislikdən başqa bir şey deyil. Onlar hətta ölüdən də artıq pis insanlardılar. Odur ki, bəzi insanlar yaşayır, sağdır, amma onların sağlığından nə ailə, nə cəmiyyət, nə xalq, nə bəşəriyyət bir fayda görmür. Əslində, Rəcəb ayı insanı silkələyən, oyadan bir aydır və sanki bizə, ey insan, özünə qayıt, özünə gəl. Bəzən görsən, həyatda elə situasiyalar olur ki, biri həddini aşanda, bir nəfər onun qarşısına keçir, həddini ona bildirmək istəyir. Ona kimliyini sübut etmək, izah etmək istəyir. Yaxşı mənada ki, deyir, ayıl, bu yolun axırı uçurumdur. Ayılmasan, axırı yamandır, xoş olmaz, pis olar. Və insanın əslində oyanan qəlbi olur. Qəlb oyanmadıqca insanın ruhu dirilə bilməz. Ruhu nura qərq ola bilməz. Ruhu münəvvər, mütəhhər ola bilməz. Oyanmayan qəlbdə acı həqiqət də olsa bu sözləri məndən qəbul edin bir kiçiyiniz kimi. Mən burada Allah şahidimdir, kimisə qəsd edərək demirəm, kimisə niyyətimdə tutaraq demirəm.
qəlbi oyanmayan insanda ibadət adət halına gələ bilər. Məsələn, adət eləyib gündə cəmaat namazına qatılsın, adət eləyib gündə gəlsin namaz qılsın. Əgər qəlb oyanmayıbsa, məsələn, necə bir nəfər siqaret çəkməyə adət eləyib, soruşsun ki, faydası nədir? Mən bir çoxundan soruşmuşam. Məsələn, bir çoxu deyir, heç bilmirəm, elə bil adət eləmişəm, çəkirəm. Yəni, bəzisi deyir ki, yağlı xörək yeyəndən sonra bir Allahı ləzzəti var. Elə bil ki, içərdən nəsə istəyir, çəkəsən. Çəkənlər daha yaxşı bilər. Olar olmazla işim yoxdur. Amma bəzisi də deyir ki, heç bilmirəm, adət eləmişəm. Yəni, vərdişə çevrilib, adətə. Əgər bir insanın qəlbi oyanmayıbsa, onun ibadəti adətə çevrilə bilər. Əgər qəlbi oyanmayıbsa, o günahı kiçik sanacaq. Məsələn, görürsən, bir hərəkət eləyəndə, bir iş görəndə başqasının əməli ilə müqayisə eləyəcək. Məsələn, tutaq ki, bu naməhrəmə baxır. Məsələn, deyəcək, filan kəs danışır, mən danışmıram ki, baxıram. Danışandan sonra başqası ilə müqayisə eləyəcək, o görüşür, mən görüşmürəm ki. Yəni, bir sözlə qəlb əgər oyanmayıbsa, ibadət adətə çevriləcək, günahı kiçik sanacaq. Məsələn, adam özü də bilir qeybət eləyir. Amma özünə haqq qazandırmaq üçün deyir, mən qeybət eləmirəm, söhbət eləyirəm. Halbuki bilir, söhbəti qeybətdir. Qarşı tərəfi biraz inandırmaq üçün, qarşı tərəf də bilir ki, başqasının sözünü danışır, susur, dayanır. Qarşı tərəfə biraz da inandırmaq üçün deyir, lazım gəlsə mən onun üzünə də deyərəm. Lazım gəlsə hamının içində özünə də deyərəm. Amma üzə gələndə heç oğul atası ilə, ata oğlu ilə elə görüşmür, elə bağrına basır. Bir sözlə, əgər qəlb oyanmayıbsa, insan günahı kiçik sanacaq və günahı get-gedə kiçildərək qəlbi biraz da qəsavət bağlayacaq, qəlbi biraz da oyanmaq hissini itirəcək və ən ümdə qəlbin oyanmama səbəblərindən biri insan zülmə susacaq, zülmə etiraz etməyəcək. Bir sözlə, möhtərəm cəmaatımız, Rəcəb ayının mahiyyəti Allaha qayıdış, Allaha dönüş, Allaha yaxınlaşmaqdır. Hətta Quran-ı Kərimdə mübarək Tövbə surəsinin 36-cı ayəsində Allah Teala buyurur: İnna iddətəş-şuhur indəllah 12 şəhrən fi kitabillah. Allah kitabında ayların sayı Allah yanında 12'dir. Amma minha erbaatun hurum. 4 ay o 12'den haram aydı. O ayda savaş da olmaz. Hətta cahiliyyə dönəmində o ayın hörmətini qoruyurdular, günah az edərdilər, tövbə edənlər çoxalardı. Bir sözlə həmin o 4 aydan biri də Rəcəb ayıdır. Bu ayda günah daha da ağır olar. Təbii ki, günah həmişə günahdır. Tövbəni hər zaman etmək olar, amma müəyyən zamanlarda daha çox tövsiyə olunur. Və hətta bu ay elə bir aydır ki, Allaha dönüş, Allaha qayıdış daha tövsiyə olunur, daha çox tövsiyə olunan bir aydır. Bir sözlə, hədis-i şərifdə gəlib, Peyğəmbər salavatullah buyurardı: Rəcəb şəhrullah və Şaban şəhri və Ramazan şəhru ümməti. Peyğəmbər salavatullah buyurardı ki, Rəcəb Allahın ayıdır, Şaban mənim ayımdır, Ramazan el-mübarək isə mənim ümmətimin ayıdır. Hətta İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis-i şərif var. Qalə
İmamun el-Cafər as-Sadiq mən samə yevmən min Rəcəb vəcəbət ləhul cənnə. Hər kəs, Həzrət buyurur, Rəcəb ayından bir gün oruç tuta, Allah həmin şəxsi bağışlayar, cənnəti ona vacib edər. Allah bizi ayın bağışlanan qullarından, bəndələrindən qərar versin. Bu ayın oruç tutanlarından bizləri qərar versin. Bir sözlə bu ay özünə qalib, nəfsinə qalib gələnlərin, nəfsinə hakim olanların ayıdır. Təbii ki, vacib deyil, amma sən müstəhəbbi özvə və halallardan çəkinərək Rəbbin üçün oruc olursan, Rəbbin üçün oruc tutursan. Rəcəb əslində sadəcə oruc ayı deyil, bir sözlə vicdanın, qəlbin oyanış ayıdır. Bəzən insan ola bilər haram yemir, amma görsən harama göz yumur. Qəlb oyanmayanda, vicdanın səsinə insan qulaq asmayanda bu situasiyalarda sınağa çəkilər. Özü haramdan uzaqdır, amma haram iş görənə də, haram yeyənə də bir söz demir. Məsələn, mümkündür ki, özü zikr edir, amma bəzən o zikr insanın özünün oyanışına təsir etmir. Dilində bir adət, vərdiş halına gəlib. Həm buradan zikr edir, elə zikr eləyə birinin də qəlbin qırır. Əlində təsbih zikr eləyə başqasının da haqqında danışır, nahaq söz deyir, böhtan, yalan, qeybət. Yəni, qəlb oyanışı, vicdan səsi eşidilməyəndə bunlar bir adət halına çevrilə bilər. Niyə deyirlər? Namaz nərdivan təkidir. Nərdivanla sən həmi yuxarı qalxa bilərsən, həmi aşağı düşə bilərsən. Bəzən alladıcı ola bilər, zahir insanı allada bilər. Əgər qəlb oyanmayıbsa, vicdanın səsi eşidilmirsə, bu ibadətdə, bu Quranda, bu duada, bu cami, bu məsciddə bəzən dərdə dəyməz. İnsanın mühüm olan qəlbinin oyanışıdır. Bir sözlə, həm də Rəcəb ayı bildiyimiz kimi əlamətlər, hadisələrlə çoxdur. Onlardan da ən böyücü, ən biri Əmirül Müminin Əli əleyhissalamın viladətidir, doğum günüdür. Qarşıdan gəlir, biz mövludları və şəhadətləri həmd olsun məscidimizdə qeyd edirik. Ayın ikisi İmam Əli əleyhissalamın mövlüdü ilə bağlı məscidimizdə tədbir olar, keçirilər. Biz həmin gün ziyarətdə olarıq. İnşallah biz sizi orada, siz də bizi burada dua edərsiniz. Ağamız Əli əleyhissalamın beşiyi Kəbə kənarında inşallah ki, hamınızla birlikdə getməyi Allah nəsib eləsin. İnşallah ayın ikisi Rəcəb ayının 13-ü İmam Əli əleyhissalamın mövlududur. Mən fürsətdən istifadə edib indidən qarşıdan gələn o əzəmətli, mübarək bir viladət münasibəti ilə bütün dünya müsəlmanlarını, sizləri, başda zəmanə imamımızı səmimi dildən, qəlbdən təbrik edirəm. Allah bizi dünya və uqbada ağamız möminlərin əmiri, Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalamdan ayrı salmasın inşallah. Rəcəb ayı əslində bir nurla Allah ayıdır öz yerində, amma Allahın nurundan yaranan bir nurani möminlərin əmiri İmam Əli əleyhissalamın dünyaya gəlməsi ilə bir daha da nuraniyyət tapır. Və əsl həqiqətdə bu Tanrıdan bir işarətdir, Allahdan, aləmlərin Rəbbi olan Rəbbimizdən bir işarətdir və haqla
nurun qovuşduğu bir aydır. Əmirül Möminin Əli əleyhissalam haqqın özü idi. Peyğəmbər salavatullah buyurardı: Aliyyun ma'al haqq vel haqqu ma'a aliyyin yaduru ma'hu heysuma dar. Həzrət buyurardı: Əli haqq ilədir, haqq da Əli ilədir. Harda olsa haqq onunladır. Hansı tərəfdə olsa, haqq da həmin tərəfdədir. Bunlar bir-biri ilə hərəkət edər, davam edər. Və bu bir daha onun göstəricisidir ki, bu ay doğrudan da fəzilətli, doğrudan da qiymətli və İmam Əli əleyhissalamın barəsində doğrudan da nə qədər danışılsa azdır. Ya'cuzul beyanu en vesfih ve yuharrul cinanu en idraki məqamih. İnsan dili onu olduğu kimi vəsf etməkdən acizdir, insan şuurusa onu olduğu kimi dərk etməkdən qüsurludur. Yəni nə dilimizdə, nə şuurumuzda onu olduğu kimi vəsf edəcək güc, qüdrət, imkan yoxdur. Və Əmirül Möminin Əli əleyhissalamın barəsində Kəbədə dünyaya gəlməsi Vəlidül Kəbə yeganə şəxsdir ki, Kəbədə dünyaya gəlib. Nə özündən əvvəl, nə özündən sonra. Ta eşidibsiniz, Həzrəti Məryəm salamullah əleyha, Həzrəti İsa əleyhissalamı dünyaya gətirmək üçün Beytül Müqəddəsə yaxınlaşanda icazə verilmir, bura doğum yeri deyil deyə söylənilir, çıxır xurma ağacının altında və s. Amma Fatimə binti Əsəd, Əmirül Möminin Əli əleyhissalamın anası Əli əleyhissalamı dünyaya gətirmək üçün Kəbənin qapısı qala-qala Kəbənin divarı yarılır. Hədislərdə varımızdır. Nəql edirlər, Əmirül Möminin Əli əleyhissalamın anasının necə Kəbəyə yaxınlaşdığını, necə Kəbənin divarının açıldığını və bir sözlə 4 gün tarixdə var ki, Əmirül Möminin Əli əleyhissalamla anası Kəbədə qalır və bir münadi Allah tərəfindən bir çağırışçı, carçı Kəbədən kənara çıxanda səslənir: Əyyuhənnas, vulidə fil Kəbə vəliyullah əzzə və cəl. Ey insanlar! İzzət və cəlal sahibi olan Allahın vəlisi Kəbədə dünyaya gəldi deyə bu səs o zaman səslənir. Əmirül Möminin Əli əleyhissalamın barəsində hətta mərhum Şeyx Müfid əleyhirrəhmənin İrşad əsərində belə bir ifadə keçir: وَلَمْ يُولَدْ قَبْلَهُ وَلَا بَعْدَهُ مَوْلُودٌ فِي بَيْتِ اللّٰهِ تَعَالَى سِوَاهُ. Əmirül Möminin Əli əleyhissalamdan başqa nə ondan öncə, nə də ondan sonra bir bəşər, Adəm övladı Kəbədə dünyaya göz açmayıb. Ona görə Əmirül Möminin bir ləqəblərindən biri də Vəlidül Kəbə, Kəbədə dünyaya gələn. Qeyr-əz Əli ibn Əbi Talib bəşər övladından, Bəni Adəmdən heç kimə bu ləqəb verilməyib. Yeganə Əmirül Möminin Əli əleyhissalama xas olan, ona məxsus olan ləqəbdir. Və Əmirül Möminin Əli əleyhissalamın dünyaya gəlməsi məşhur tarixə əsasən bu ayın Rəcəb ayının 13-üdür qeyd edilib. Ammul fil ilindən öncə və hətta ləqəbləri barəsində məşhurdur. Eşidibsiz, bir neçəsini qeyd edəcəm. Adları da ki çoxdur, amma həm vaxtın azlığına, həm də bugün qəlbin oyanışıdır. Sadəcə növbəti cümə burada olmadığımdan və Əmirül Möminin Əli əleyhissalamın mövlud ərəfəsinə
düşdüyü üçün bir neçə kəlmə ağamızdan da ad aparılsın deyə söylədim. Həzrətin adlarına gəldikdə məşhurdur ki, Əli, Əliyyül Əla. Allah öz adından onu vermiş, onu adlandırmış. Amma məşhur Hüccətullah, Allahın yer üzərində hüccəti. Nurullah, Allahın nuru. Eynullah, Allahın görən gözü. Yəni, bu mənada ki, haqqın özüdürsə, Allahın ilə razılığı olan yerdə olar. Yadullah, Allahın əli burada məcaz mənasında ki, qüdrəti. Əsadullahul qalib, məğlub edilməz, aslanı, şiri, qüdrətullah, seyfullah, Heydər və s. Əmirül Möminin Əli əleyhissalama verilən adlardır. Amma künyəsi məşhurdur Əbülhəsəneyn, Əbülhəsən, İmam Həsən, İmam Hüseynin atası, Həsənin atası, Əbu Turab, torpaq atası. Niyə deyirlər? Bunun da əhvalatı var. Əbu Reyhanəteyn, Behiş cavanlarının ağalarının atası. Əbu Sibteyn, Peyğəmbər Salavatullahın 2 nəvəsinin atası və s. məşhur künyələri var. Amma ləqəblərindən ən məşhuru Əmirül Möminin, möminlərin əmiri, Mürtəza, İmam-ı Muttəqin, Yəsubuddin, Qalib-i kulli qalib, bütün qələbə çalanlara qələbə çalan, məğlub edilməz, Kərrar, qeyrə fərrar, dəfələrlə düşmənin üstünə gedər, amma heç vaxtı geri qaçmaz, qayıtmaz. Və s. bunlar hamısı Əmirül Möminin Əli əleyhissalamın şənindədir. Amma ən bildiyimiz kimi Həzrətin elminə nişanə və onun Peyğəmbər Salavatullahla bir olmasına dəlillər, sübutlar varımızdır. Hətta Əhl-i Sünnə vəl Cəmaə qardaşlarımızdan ki, Əhməd ibn Həmbəlin müsnədində Əbdullah ibn Abbasdan rəvayət edir ki, İnnə Aliyyən əvvələ mən əsləm. Peyğəmbər Salavatullaha ilk o İslamiyyət dönəmində təslim olub İslama gələn, qəbul edən Əli olmuş. Və hətta Əhməd ibn Həmbəl öz müsnədində Zeyd ibn Ərqəmdən hədis nəql edir ki, Əvvəlü mən səlla mə'ə Rasulillah sallallahu aleyhi və aleyh Əliyyü ibn Əbi Talib. Peyğəmbər Salavatullahla ən birinci namaz qılan Əli əleyhissalam olmuş. Hətta rəvayətlərdə var, İnnə Aliyyən səlla mə'ən nəbi sallallahu aleyhi və aleyh səbə sininə qəblə ən yüsəlliyə məhu əhəd. Peyğəmbər Salavatullahla heç kim birlikdə namaz qılmayan bir vaxtda dövrdə İmam Əli əleyhissalam 7 il sərasər Peyğəmbər Salavatullahla birlikdə ibadət etmiş, namaz qılmış. Və hətta bir hədisdə var, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur, bunu Şafii, İbn-i Məğazəli, Əbu Əyyub Ənsari Peyğəmbərin səhabələrindən nəql edir ki, Peyğəmbər salavatullah buyurardı, Səllətil mələikətü aleyyə və alə aliyyin səbə sinin. 7 il mən mələklərlə və Əli ilə birlikdə namaz qılmışam. Və zalikə innəhu ləm yüsəlli mə'i əhədun qeyruh. O dövr, o vaxt idi ki, mənimlə Əlidən başqa heç kim namaz qılmırdı. İnnəhu ləm yüsəlli mə'i əhədun qeyruh. Ondan başqa bir kəs mənimlə ibadət etmirdi. Və Peyğəmbər salavatullah buyurardı ki, İnnəlləhə təbarəkə və təala xələqə aliyyən min nuri. Mübarək olsun, əzzə və cəl, izzət və cəlal sahibi olan Allah, Əlini mənim nurumdan yaratmış və xələqəni min nurihi və məni də onun nurundan və kilana nurun vahid. Biz hər birimiz, hər ikimiz bir nurdan xəlq olmuşuq. Odur ki, Əmirül Möminin Əli əleyhissalamın barəsində biz nə qədər
danışsaq azdır, amma Həzrət dəfələrlə buyurardı, səluni qəblə ən təfqiduni. Nə qədər məni əl üzdən verməmisiniz, nə qədər mən sizin arozdan getməmişəm, nəyin barəsində istəyirsiniz, məndən xəbər alın. Buyurardı, fə inni a'rafu bi turuqis səmai min turuqil ars. Mən göyün yollarına, yerin yollarından yaxşı bələdəm. Bəlkə o zaman yol deyəndə bəziləri gülərdi, istehza, məsxərə edərdi ki, göydə də yol olar. Amma bu günləri hava gəmisi adlanan bu təyyarələr hava xətləri ilə, hava yolları ilə hərəkət edir. Bir quru, bir havadan bir gedəcəyimiz yerə məsafələr var. Əmirül Möminin Əli əleyhissalam buyurardı ki, mən göyün yollarını yerin yollarından yaxşı bələdəm. Əmirül Möminin Əli əleyhissalam əslində keçmişdə yaşayıb gələcək üçün lazım olan bir dahi şəxsiyyətdir. Amma çox əfsuslar olsun, biz bəzən onun fərqinə varmırıq, bəzən onun həqiqətini dərk etmirik. Bəzən inanın, elə qəzavətləri barəsində mən özüm hələ də oxuyanda və kəfa billahi şəhida, Allahı şahid tuturam, insanın içini lərziyə gətirəcək, sirkələyəcək, oyadacaq hadisələr insan oxuyur. Oxuduqca, onları mütaliə elədikcə, onları tanıdıqca insanın qəlbi oyanır, dirilir. O məşhurdur, bəlkə də eşitmisiniz, amma bunun təkrarda faydası var deyə. O bir gecə İmam Əli əleyhissalam o xilafəti dönəmində 4 il 9 ay ki xilafətdə oldu. Burada elm əhli olan tarix müəllimləri, əzizlərimiz var, bilirlər. Təqribən 5 ildə, 5 ilə yaxın ki xilafətdə oldu. Bir gecə Əmirül Möminin Əli əleyhissalam qarşısında Beytülmaldan olan məxsus, Beytülmala məxsus olan, o pulla alınan bir şam işığında məşğul idi. Bir nəfər gəlir həzrətə, söhbətinə başlayır və söhbət əsnasında məlum olur ki, bu şəxsi bir məsələdir. Ümumi bir məsələ deyil. İmam Əli əleyhissalam bir şamı söndürür, digər bir şamı yandırır. O gələn təəccüblənir, sual verir, deyir, ya Əli, ya Əmirəl Möminin, nə fərqi var, onu söndürdün, bunu yandırdın. Doğrudan da qəlbi oyanması üçün və Rəbbinə dönüş üçün bunu hər kəs eləyə bilməz. Bu, Əmirül Möminin Əli ibn Əbi Talib kimi şəxsiyyətə yaraşan, ədalətin mücəssəməsi olan, simvol olan şəxsiyyətdən elə bu addım gözlənilir, bu hərəkət alqışlanır. İmam Əli əleyhissalam buyurur ki, Haza siracu beytilmal. Bu gördüyün şam, bu işıq Beytülmalındır. Və hazəl kəlam leysə min əmril muslim. Biz ümmətin barəsində danışmırıq. Müsəlmanların işi barəsində söhbət eləmirik. Şəxsi müstəvidə danışırıq deyə bu yandırdığım şam, çıraq mənim öz şəxsi malımdan aldığımdır. Şəxsi öz işlərim üçün, danışıqlarım üçün lazım olanda bundan istifadə edirəm. Amma ümmətin məsələsi üçün o Beytülmaldır. Amma gəlin görək, indi hansı birimiz bu qədər bu işlərdə dəqiqik. Amma deyəndə hamımız sinəmizə az qalan medal taxıb gəzək ki, mən Əli şiəsiyəm. Amma görək, ağamız Əlinin bu etdiklərinin qismən də olsa o adı ki davam ardıcıldır, o ardıcıllığı edirik, etmirik. Ona görə bu xütbəmizdə mövzumuz qəlbin oyanışıdır və Rəcəb ayı da əslində insanın özünə qayıdış bir aydır, Rəbbinə dönüş ayıdır deyə Allahdan dilək və istəyimiz budur ki, Allah bizi bu ayda bizdən istədiyi əməlləri yerinə yetirən bəndələrdən qərar versin. Amin. Möhtərəm
Müsəlmanlar, əziz möminlər, atalarım, analarım, bacı və qardaşlarım, gəlin bu Rəcəb ayında günahlara yox deyək, dəfələrlə tövbə edib tövbəmizi pozub yenə təkrar etdiyimiz işlərə bir daha yox deyək. Gəlin dildə yox, qəlbimiz oyanaraq Rəbbimizə gedənlərdən, seyr edənlərdən, ona həqiqi dönüş edənlərdən olaq. Allahım, Rəcəb ayının savab və fəzilətlərindən bizi əliboş bu aydan çıxartma ginən. Allahım, bu mübarək Rəcəb ayında qəlblərimizi oyat ginən. Allahım, bu Rəcəb ayında olan bu əlamətdar günlərə, xüsusilə ağamız Əli ibn Əbi Talibin o mübarək mövluduna xatir bizim günahlarımızı bağışla ginən. Allahım, bizləri ibadətində, sənə olan itaətimizdə sadiq olanlardan qərar ver ginən. Allahım, daima bizi səni yad edib, səni zikr edən bəndələrindən qərar ver ginən. Səni zikr etməklə qəlbi aram, ruhu aram, qəlbi, ruhu münəvvər olan kəslərdən qərar ver ginən. Zamanə imamımızın zuhurunda təcil et ginən. Allahım, zuhur öncəsi işləri, üzərimizə düşən işlərdə bizi o işləri tam dürüst yerinə yetirənlərdən qərar ver ginən. Allahım, sən rəhmansan, rəhimsən, bizləri bağışlamamış bu dünyadan aparma ginən. Allah, o çətinliklər, sıxıntılar var ki, bəzən ailə ilə bağlıdır, bəzən övladla bağlıdır, bəzən canımızla, sağlamlığımızla, bəzən maddi, hərənin bir sıxıntısı var. Allah, bu Rəcəb ayına xatir, sən yenilməz qüvvət, qüdrət sahibisən. Bəziləri görürsən, övlad, ailə qurmaq mövzusunda sıxıntısı var. Bəzən nəvə, bir sözlə də hərənin qəlbində bir sıxıntısı var. Allah, qəlblərdən agahsan, söyləməyə nə hacət? Allah, bütün hacət və mətləblərimizi rəva et ginən. Etdiyimiz duaların, hacət mətləblərimizin rəva olmasına, sıxıntılarımızın, çətinliklərimizin həllinə Muhammed o Ali Muhammedə 3 ucalı Muhammedi salavat zikirlər. Ali Muhammed. Din İslamın qüvvətlənməsindən, gün düşmanlar getməsindən ötürü salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Cəmiyyətimizin bir-birinə rahib ehman olmasından ötürü salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. O ziyarətlər var, gidib ziyarət edə bilmirik. Seyidlər, möminlər haqqında salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Qiyamət günü Peyğəmbər vali Peyğəmbər əhl-i beytin məxsusən Rəbbimizin huzurunda xəcalət olmayaq, salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Mərizələrimiz var, dərdi bilməyən bilməyən xəstələrimiz var, qazilərimiz var, itiması dua istəyənlər var. Adi şifa tapmalarından ötürü salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Qur'an-ı Kərimdən, əhl-i beytdən ayrı düşməyə salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Qıldığımız namazların, etdiyimiz duaların, tutduğumuz ruhların, adillərdə qaldırılmasından ötürü salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ağa rəhbərliyi yerində cemaat namazını gördürdü, həmçinin xütbələrləri, özlərinin ailələrinin salamatlığı üçün, elminin artması, ömrünün bərəkətli olması, dünyasının dəyişənlərin ruhların şad olmasından ötürü salavat zikirlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed.
Kərbəlayı Rıdvan qardaşımız zəhmət çəkdi, salavat çəkdirdi, özünün ailəsinin, balalarının səlamətçiliyinə, bu cəmiyyəndə maddi mənəvi sıxıntısı var həllinə və bugün bizimlə Kərbəlayı Bəxtiyar əzimiz də yedi, bizim məhsidimizdə qırqdan olur, xidmət edir, zəhmət çəkir, müəyyən işlə əlaqədar çox az gəlir bura, gündə cümə namazında qərtdir bizim aramızdadır. Onun da nə sıxıntısı var. Ümumən, hamımızın çətinliyinin həllinə səlavası ki. Allahümmə səllə alə Muhammed.